Referans Medical Group'un baş sponsorluğu ilə Anam Bilər başladı. Salam, hər vaxtınız xeyir olsun. Referans Medical Group'un təqdim etdiyi Anam Bilər verilişi növbəti buraxılışında xoş gördük hər birinizi. Bugün mütəxəssislərlə vacib mövzulara toxunduq. Hazırsınızsa bu həftə yayımlayacağımız mövzu başlıqları ilə qısaca tanış olaq. Ananın uşaqla keçirdiyi vaxt beyinə ayrı cürə təsir edir, atanın keçirdiyi ayrı cürə təsir edir. İlk 2 yaş ərzində ekran istifadəsini uşaqlara qadağan eləməyi tövsiyə olunur. Valideynlər uşaqlarının motor bacarıqlarının geri qalmasını necə müəyyən edə bilərlər? Bir uşaq hələ 4 ayına çatıb başını tutmursa, nəsə bir sorun var deməkdir. Vitaminlər şirin görünsə də qaraciyərimizin düşmənidir. Çəki çoxluğu da bir xəstəlik səbəbi ola bilər. Uşaqlarda tez-tez təkrarlanan qrip immunitetinin zəif olmasının əlamətidir, yoxsa başqa bir səbəbdir? Qaldıqları, yaşadıqları, yatdıqları otaqların düzgün temperatur və rütubətdə olmamasıdır. Bugün uşaqlarda nevroloji problemlər və onun müalicə metodlarından danışacağıq. Bugünkü müsahibim Leyla Pediatriya 2 filialının uşaq nevroloqu Raisə Tayirovadır. Xoş gördük Raisə xanım, necəsiz? Çox sağ olun, necəsiz? Çox sağ olun, təşəkkür edirik. Raisə xanım, perinatal dövrdə yaranan beyin zədələnmələrinin uzunmüddətli təsirləri nələr ola bilər? Ümumiyyətlə perinatal və postnatal dövrdə əgər ana, yəni bu həm bətin daxili və uşaq doğuşdan sonrakı dövrdə Doğuş öncəsi və sonrası. Bəli. Olan travmalar beyinə uzun müddətli təsirləri çox tez-tez görürük. Son zamanlar isə bu keysəriyyə əməliyyatları falan ön plana çıxdığına görə biraz bu postnatal dövrdə olan ağırlaşmaları daha az görürük. Nəinki prenatal dövrdə olan dəyişikliklərə görə. Bu uşaqlarda ən çox serebral iflic, bu uşaqların yeriməsində, oturmasında, böyük və kiçik motor bacarıqlarında gecikmələr, əqlində bəzi problemlər və s. kimi nevroloji problemlərlə üzləşə bilərlər. Böyük və kiçik motor dediniz. Bunu biraz açıqlaya bilərsinizmi daha aydın şəkildə? Böyük motor bacarığı dedikdə biz uşağın başını tutması, oturması, yeriməsi bunu nəzərdə tuturuq. Kiçik motor bacarıqları isə uşağın əl barmaqları ilə elədiyi hərəkətlərdən tutun da nitqdə bu kiçik motor bacarıqları ilə birəbir əlaqəlidir. Bilirik ki, bəzi uşaqlar barmaq ucunda yerilər. Ümumiyyətlə, uşaqların barmaq ucunda gəzməsi hansı nevroloji problemlərin əlaməti ola bilər? Uşaqlarda barmaq ucunda yerimə tam sağlam, heç bir nevroloji problemi olmayan uşaqlarda da görülə bilər. Uşağın beyin inkişafının etaplarında normal bir inkişaf etapı kimi də görülə bilir. Adətən bu 3 yaşına qədər keçir. Ancaq bəzi nevroloji xəstəliklərin bəli ilk əlaməti ola bilər. Bunlar bəzi sinir əzələ xəstəlikləridir. Uşaq serebral iflicinin, əqli geriliyin, autizm spektr pozuntusunun və s. kimi nevroloji xəstəliklərin də ilk əlaməti ola bilər və uşaqlarda barmaq ucunda yerimə ortopedik bir problem də ola bilər. Qısa aşıl sendromu deyirik. Aşıl vətərinin qısa olması nəticəsində də bəli uşaqlarda barmaq ucunda barmaq ucunda yerimə görə bilirik. Bayaq uşaqlarda serebral iflic qeyd elədiniz. Ümumiyyətlə, uşaqlarda serebral iflic necə aşkarlanır və onun reabilitasiyasının faydaları nələrdir? Daha doğrusu erkən reabilitasiyasının. Baxın, ilk sualda biz prenatal və postnatal zədələnmələrdən danışdıq, sual verdiniz. Əgər bir uşaqda prenatal bir zədələnmə və ya postnatal bir zədələnmə hekayəsi varsa və ya uşaq doğulub, erkən doğulub, yarımçıq doğulub, küveyzə düşüb, birbaşa evə yazılmayıb və ya uşaq doğuldu, yüksək sarılıq keçirtdi və ya ana hamiləlik dövründə hansısa bir viral infeksiya keçirtdi və s. kimi səbəblərdən bu cür hamiləliklərdən olan uşaqları biz riskli uşaqlar adlandırırıq və bu uşaqlar xüsusilə uşaq serebral iflicinə görə risk qrupunda olan uşaqlardır. Çox yüngül formalarda biz klinik olaraq uşaqları ilk aylarda müayinə etdiyimiz zaman heç bir simptom görməyə bilirik. Bizim üçün tam normal görülə bilir. Məsələn, bu yaxınlarda elə bir xəstəm olmuşdu. Yarımçıq doğulmuş
uşağı idi. 2 ayında bizə 2 dəfə müayinə olunmuşdu. Yarımçıq dediyiniz neçə aylıq? Məsələn 32 həftəlik doğulmuşdu bu uşaq. Ümumiyyətlə, yəni əgər indiki dövr üçün 38 həftədən erkən doğulursa, onun da düzü dərəcələri var. Ümumiyyətlə 38 həftədən erkən doğulursa bir uşaq, bu yarımçıq doğulmuş uşaq sayılır. Deməli, yarımçıq doğulmuş uşaq idi və uzun müddət küvezdə qalmışdı. 2 ayında biz kontrol müayinəsində, rutin müayinələrimizdə bir problem aşkarlamadıq, amma valideynə məlumat verdik ki, bu uşaq riskli uşaqdır. Onun izləmi nevroloq tərəfindən fərqli olmalıdır. Məsələn, riskli uşaqları biz ilk 6 ayı ayda bir görmək istəyirik. Çünki bizim 2 ayda normal gördüyümüz refleks 3 ayında normal hesab olunmur. Və valideynlər biraz səhlənkarlıq eləmişdilər. Artıq bir də 1 yaşında gətiriblər uşağı ki, uşaq oturmur. Təbii ki, uşaqda artıq serebral iflic formalaşmışdı. Bu biraz valideynlərin belə səhlənkar yanaşması da olur. Yəni demək istədiyim odur ki, biz 2 ayında gördüyümüz bir uşaq riskli uşaqdırsa, hər şey yaxşıdır, hər şey indiki ayına görə normaldır deməyimiz bu 3-cü, 4-cü ayında elə olacaq anlamına gəlmir. Çünki beyin inkişaf edən bir orqandır və 2 ayındakı gördüyümüz bayaq da vurğuladığım kimi simptomları biz 2 ayında normal götürüb, amma 3-cü, 4-cü ayında normal götürməyə bilərik. Amma çox ağır forma uşaq serebral ifliclərində artıq doğulandan sonra neyrosonografiya nəticəsində və ya baş beyin MRT müayinəsi nəticəsində artıq zədə olduğunu bilirik və valideynlərə məlumat verdik ki, məsələn, bu uşağın periventrikulyar leykomolyasiyası var. Burada serebral iflic formalaşacaq. Ona görə artıq erkən müdaxilə, yəni bu uşaqlar artıq doğum evindən çıxan gündən reabilitasiyaya yönləndirilməlidirlər. Çünki nə qədər mütəmadi kontrolda saxlanılmalıdırlar. Çünki nə qədər ki beyin plastikliyi deyilən bir vəziyyət var. Uşağın yaşı nə qədər kiçikdirsə, beyin özü o zədənin öhdəsindən belə deyim də, öhdəsindən gəlmək şansı daha çoxdur. O yaş artdıqca beyin plastikliyi azalır və buna görə beyin özü onun öhdəsindən gəlmir. Reabilitasiya nə qədər erkən başlanılsa, bu uşaqların gələcəkdə bu özlərini sərbəst idarə etmələri, cəmiyyətdə sərbəst özlərini bir birey kimi aparmalarını əldə etmək mümkündür. Yəni burada erkən reabilitasiya həyat qurtarır deyək. Ona görə xüsusilə riskli uşaqlar, bu uşaqlar xüsusilə diqqətli olmalıdırlar və xüsusi nəzarətdə olmalıdırlar. Son illərdə statistikadan da görürük ki, nevroloji problemlər gün-gündən artmağa doğru gedir. Nədir səbəb? Mən nevroloji pozuntudan çox neyropsixiatrik xəstəliklər deyərəm daha biraz çox. Biraz aça bilərsiniz tamaşaçılarımız üçün. Yəni nitq inkişafının gecikməsi, deyək autizm spektr pozuntulu uşaqlar bu bütün dünyada belədir. Nə səbəbə bu dərəcədə artdığı təbii ki, tam olaraq tibbə bəlli deyil. Amma son gəlinən nöqtədə bizim genetikamıza xarici mühit faktorlarının bir təsiri olduğu düşünülür. Bunun nəticəsində də ola bilər. Bir də mən burada diaqnostika məsələsinin son illərdə diaqnozun qoyulmasının daha belə deyim də yaxşı olduğunu, diaqnostikanın daha irəlilədiyinə görə bu uşaqların daha erkən tanınıb diaqnozu məncə daha çox qoyulur keçmişə görə. Ona görə də biraz statistik olaraq artma var. Siz bayaq xarici mühit amillərini qeyd elədiniz. Burada qidaların bir belə deyim önəmi varmı? Yəni son illərdə belə deyirik ki, qidalarımızın geni dəyişdirilib. Səbəb bu ola bilərmi? Bax bu haqqda, yəni bu dəqiqə, yəni protokola salınmış, dəqiq sübuta yetirilmiş bir məlumat yoxdur, amma düşünülür. Bu sırf bağırsaqların mikroflorasına təsir etdiyini və bunun da birbaşa beyinə təsir etdiyi, bəli, bu da olan hipotezlər, yəni sübuta yetirilməmiş fikirlərdən, fərziyyələrdən biridir. Bu ekran istifadəsi də bu fərziyyələrdən biridir. Ona görə bu mən bütün çıxışlarımda deyirəm, qəbulda bütün valideynlərimə deyirəm ki, yəni bu bizim qoyduğumuz qayda deyil, FDA tərəfindən təsdiqlənmiş bir şeydir. İlk 2 yaş ərzində ekran istifadəsini uşaqlara qadağan eləməyi tövsiyə olunur. Çünki özünüz də bayaq vurğuladınız, statistik olaraq həddindən artıq çox yayılıb bu cür pozuntular və hələ tam olaraq tibbə səbəbi tam bəlli olmadığına görə güman
olaraq ki, ekran da təsir edə bilər deyə düşündüyünə görə ilk 2 yaşda ekranı ümumiyyətlə uşaqlara həm aktiv, həm passiv ekran istifadəsini tövsiyə eləmirik. Elə indi qeyd elədiyiniz autizm spektr pozuntusunun nitq gecikməsinin arasında nə kimi fərqlər var? Onu valideynlərin biraz ayırması çətindir. Bunun üçün mütləq bir mütəxəssisə müraciət etmək lazımdır. İlk əvvəl bir də onu vurğulayım ki, autizm spektr pozuntusu bu dəqiqə valideynlərin hamısı simptomlarını bilir. Ona görə onları bir-bir burada sadalamayacağam. Amma əsas stereotipiyalar autizm spektr pozuntulu uşaqlarda həddindən çox biz stereotipik hərəkətlər, təkrarlayan anlamsız hərəkətlər çox görürük. Nitq gecikməsi isə 2 şəkildə özünü göstərə bilir. Bir bizim alıcı nitq dediyimiz, yəni impressiv nitq. Biz birinci anlayırıq, daha sonra motor nitq formalaşır və danışırıq. Yəni uşaq ilk öncə alıcı nitqi formalaşmalıdır, anlamalıdır və anladıqdan sonra artıq motor nitq formalaşmalıdır. Yəni bir uşaq əgər müraciət olan nitqi anlamırsa, məsələn elementar əmrləri apar, gətir, qoy, bunları başa düşmürsə, biz bu uşaqdan təbii ki, birinci motor nitqinin danışmasını gözləməyəcəyik. İlk öncə mütləq o nitq formalaşmalıdır, daha sonra motor. Rəziyə xanım, valideynlər uşaqlarının beyin inkişafını dəstəkləmək üçün gündəlik həyatda ən çox nələrə diqqət eləsələr daha yaxşı olar? Beyin inkişafını dəstəkləmək üçün uşaq doğulduğu ilk gündən etibarən biz bütün valideynlərə məsləhətimiz olur ki, uşaqla çoxlu ünsiyyətdə olun. Təbii ki, sağlam, heç bir nevroloji başqa bir pozuntusu olmayan uşaqlardan danışırıq. Çünki uşaqla səmərəli vaxt keçirmək, bacardığımız qədər çox oyun oynamaq faydalı. Bu özdə tək ananın öhdəsinə düşmür. Həm ana, həm ata. Ananın uşaqla keçirdiyi vaxt beyinə ayrı cürə təsir edir, atanın keçirdiyi ayrı cürə təsir edir. Hər ikisi səmərəli olaraq övladı ilə vaxt keçirməlidir. Bir də onu da vurğulamaq istəyirəm. Son zamanlar bütün sindromik uşaqlar, bütün əqli geriliyi olan uşaqlar, başqa bir nevroloji xəstəliyi olan, metabolik xəstəliyi olan uşaqlar çox təəssüf ki, hamısı autizm spektr pozuntusu deyilir, yəni hamısına əlamətlərin. Çünki də simptomlarını görürük. Amma əslində bu uşaqlar autizm deyil də başqa bir xəstəlikdir. Sadəcə olaraq çox araşdırılmır və çox vaxtda valideynlər arasında belə bir yanlış düşüncə olur ki, doktor əgər müalicəsi yoxdursa, mən bunu niyə araşdırım ki, yəni onu bilməyimin mənə nə kimi faydası var? Ən çox da biz bu sualı genetik test tövsiyə elədiyimiz xəstələrdə görürük. Çünki son zamanlar bu genetik məsələlər istər metabolik xəstəliklərdə, istər autizm spektr pozuntusunun digər səbəblərini aşkar eləmək üçün mütləq genetik testləri tövsiyə edirik. Valideynləri təbii ki, izah edirik ki, bu sizə proqnoz baxımından müalicə oluna bilən bir şey varsa ki, metabolik xəstəliklərin çoxusu müalicə oluna biləndir, gözdən qaçmasın. Son zamanlar genetik xəstəliklərin bəzilərinin artıq müalicəsi, dərmanla müalicəsi var. Yəni ən azından müalicə oluna bilən bir şey varsa o gözdən qaçmasın və ailə əgər növbəti övlad düşünürsə, mütləq onun bir genetik bir səbəbi varsa, ikinci övladda nə qədər ola bilər? Bu suala cavab tapması üçün və gələcəkdə o uşaq məsələn ailə quracaq, evlənəcəksə, onun öz övladlarında nə qədər ola bilər və yaxın qohumlarda bu baxımdan genetik testlərin olunması elə bilirəm ki, çox önəmlidir. Düzdür, son zamanlar pasientlərin çoxsu maariflənib, özləri vermək istəyirlər, verirlər də. Amma ümumiyyətlə fürsət düşmüşkən onu vurğulamaq istədim. Yəni, hər autizm spektr pozuntusu deyilən uşaq əslində autizm deyil, başqa bir xəstəlikdir. Sadəcə olaraq bizdə ortaq əlamətlər olduğuna görə çaşdırır bu bəzən valideynləri. Həm də siz valideynlər birbaşa psixoloqa müraciət edirlər və birbaşa loqopedə müraciət edirlər. Mən burada da səhv olduğunu, düzdür, zaten müəyyən bir savadı olan, biliyi olan loqoped və psixoloq diaqnoz qoymur və mütəxəssisə yönləndirir. Amma birbaşa psixoloqların diaqnoz qoyduğunu da görürük. Yəni bu düzgün deyil. Əslində psixoloq və loqopedlər həkimin qoyduğu diaqnoza uyğun işlənməlidirlər, davam elətdirməlidirlər. Ən çox bu səbəbdən. Yəni birbaşa həkimə müraciət yox da həkim olmayanlara müraciət edirlər. Yəni bu səbəbdən daha çox elə bilirəm ki, yaranır.
Valideynlər uşaqlarının motor bacarıqlarının geri qalmasını necə müəyyən edə bilərlər? Bayaq da vurğuladım, böyük motor və kiçik motor bacarıqları olur. Bunlar bəlirli sərhədlərdədir. Yəni vaxtında doğulmuş uşaq o sərhəddə qədər artıq o bacarığı etməsini biz gözləyirik. Təbii ki, hər uşaq individualdır. Onu da əvvəldən vurğulayım. Yəni bəzi kənara çıxmalar ola bilir sağlam uşaqlarda da, amma böyük əksəriyyət vaxtında doğulmuş sağlam uşaqlar ilk 4 ayında baş kontrolu tam olmalıdır. Artıq 4 ayına çatıb başını tam tutmalıdır. Yəni bir uşaq hələ 4 ayına çatıb başını tutmursa, burada nəsə bir sorun var deməkdir. 9 ayına qədər tam sərbəst şəkildə oturmalıdır. Yəni əgər bir uşaq 11 ayına çatıb hələ də oturmursa, burada mütləq nevroloji bir problem var. Serebral iflicdən tutun da digər başqa səbəblər və adətən 18 ayına qədər sərbəst yeriməsini gözləyirik. Yəni əgər bu da gecikirsə, yəni bir uşaq əgər 18 ayını keçib sərbəst yerimirsə, mütləq yolunda getməyən bir şeylər var. Ümumiyyətlə, yəni gecikirsə bu uşaq mütləq bir vaxt itirmədən o beyin plastikliyi məsələsi, erkən reabilitasiya məsələsi, bu baxımdan mütləq həkimə müraciət etmək lazımdır. Bir də çox vaxt onu görürük ki, bu cür problemləri olan uşaqları dərmanlarla müalicə etməyə çalışırlar. Bu yol verilməzdir. Motor gecikməsi olan uşağa biz çox təəssüf ki, dərmanla bir şey eləyə bilmirik. Çox vaxt, təbii ki, əgər altda yatan başqa müalicə olunan bir xəstəliyi yoxdursa bir uşağın, böyük əksəriyyət hallarda bu uşaqlar uşaq serebral iflici olan uşaqlar olur və reabilitasiya ilk növbədə uşaqlar vaxt itirmədən reabilitasiyaya yönləndirilməlidirlər. Çox sağ olun, təşəkkür edirik. Buyurun, mən də çox xoş oldum. Doğru müsahibə üçün sizə. Sağ olun. Sağ olun, buyurun, xoş oldum. Bugünkü maraqlıdır rubrikamızda səyahətsevər valideynlərin təcrübəsinə əsas alınaraq uşaqlarla səyahətlə bağlı bəzi tövsiyələr haqqında danışacağıq. Uşaqlarla ilk səyahət həm valideynlər, həm də uşaqlar üçün xoş və eyni zamanda narahat edici hadisədir. Çünki biz səfərə çıxarkən körpənin bu və ya digər vəziyyətdə özünü necə aparmasını təxmin edə bilmirik. Biz əvvəlcədən səfərin necə keçməsini, özümüzlə nə götürmək lazım olduğunu, uşağın yolda necə olacağını, xəstələndikdə hara müraciət etməyimizi və başqa məsələlər haqqında düşünməyə başlayırıq ki, bu da əbəs yerə deyil. Müasir zaman bir çox ailələr uşaqlarla birlikdə səyahət etməyə üstünlük verirlər. Onlar öz övladlarına yeni yerlər, adət-ənənələri tanış eləmək, göstərmək istəyirlər. Səyahətin bütün ailə üçün uğurlu olmasına görə bir çox amilləri nəzərə almaq lazımdır. Uşağın yaşı, qidalanması, əyləncəsi, istirahət yeri və ya digər. Uşaqla səyahətin planlaşdırılması, istənilən səyahətin planlaşdırılması uğurlu səfərlərin mühüm tərkib hissəsidir. Bura ucuz aviabiletin axtarışı, otellərin bron edilməsi, mənzil seçimi, əyləncə tədbirlərinin siyahısı və görməli yerlərin ziyarəti daxildir. Ümumilikdə isə bu əsasən sərbəst səyahətlərə aid olan məqamlardır. Biletlər. İstənilən nəqliyyat növü üçün bilet alışı zamanı nəzərə almaq lazımdır ki, uşaqların yaşından asılı olaraq onlar üçün biletlərin qiyməti 40-50% daha aşağı olur. Bəzi hallarda isə, məsələn, 2 yaşınadək olan uşaqlara görə ümumiyyətlə pul ödəmək lazım gəlmir. Otel və ya mənzil seçimi. Yerləşdirilmə yerinin axtarışı ilə məşğul olduqda, onun istirahəti üçün rahatlığına, qida yerlərinə, əyləncə mərkəzlərinə, çimərliklərə yaxın olmasına diqqət eləmək vacibdir. Bu zaman gecə rahatlığını da unutmayaq. Əks halda nə biz, nə də uşaqlar doyunca yatıb dincələ bilməyəcəyik. Otellər daha çox 2 nəfərlik nömrələrdə yaşamaq üçün nəzərdə tutulub ki, bura bəzən əlavə çarpayı yerləşdirməyə imkan olmur. Hostellərdə isə otaqlar 4-8 və ya daha çox sakin üçün nəzərdə tutulub ki, burada ayrıca hamam və ayaq yolu yoxdur. Göründüyü kimi belə yerlər uşaqlı ailələrin istirahəti üçün uyğun deyil. Buna görə də otel rezervasiya edərkən yataq yerlərinin sayını dəqiqləşdirmək lazımdır. Əgər otellərdə uyğun otaq tapa bilmirsinizsə, bu zaman çıxış yollarının biri mənzil kirayəsidir. Mənzillər həm 1, həm də 2-3 otaqlı mebel və mətbəx ilə təklif edilir. Mətbəxin olması səyahət zamanı ailənin qidalanma büdcəsinə də qənaət etməyə və balacaların sevdiyi yeməkləri hazırlamağa imkan yaradır.
Qidalanma. Səyahət zamanı uşaqların qidalanmasına da diqqət etmək lazım gələcək. Nəzərə alsaq ki, uşaqlar gündə ən azı 3 dəfə yemək yeməlidir. Bəzi uşaqlara isə xüsusi qidalanma lazım ola bilər ki, onu da hər restoran və ya kafe təqdim edə bilmir. Bu səbəbdən qidalanma üçün yerləri də əvvəlcədən seçmək, daha ucuz və uyğun variant tapmaq üçün isə həmin ərazidə yerləşən restoranlar haqqında rəylərə nəzər yetirmək lazımdır. Bu hallarda ən uğurlu variant ailəvi kafelərdir ki, burada rəngarəng menyudan əlavə həm də uşaq meydançaları olur. Bundan əlavə yaxınlıqda yerləşən supermarketlərdə ərzaq məsələsinin həllində bizə yardımçı olacaqlar. Üstəlik gəzməyə özünüzlə uşaqların sevdiyi peçenya, şirniyyat, yoğurtusu götürmək tövsiyə edilir. Çünki gəzinti vaxtı bəzən vaxtında yemək yemək olmur və bu səbəbdən kiçik atışdırmalar bizim köməyimizə çatacaqlar. Bugün uşaqların sağlam inkişafında vacib olan amillərdən danışacağıq. Bugünkü müsahibim Referans Poliklinikinin Nəsimi filialının baş həkimi, pediatr Gülşən Həsənovadır. Xoş gördük Gülşən xanım, necəsiz? Salam, sağ olun, yaxşı olasınız. Siz necəsiz? Çox sağ olun, təşəkkür edirik. Gülşən xanım, uşaqların çəkisi ilə yaşı uyğun gəlmirsə, bu zaman valideynlər hansı tədbirləri görməlidirlər? Sualı çox gözəl vurğuladınız. Valideynlər və mütəxəssislər. Bəli, əgər mütəxəssis o qərara gəlirsə ki, uşağın çəkisi onun yaşı ilə uyğun gəlmir, bəli, uyğun mütəxəssislər buna uyğun tədbirlər görür, analizlər verilir və digər mütəxəssislərə yönləndirilir. Amma çox təəssüf ki, hal-hazırda bu qərarları bizim valideynlər verir. Tək başına, bəli, öz başına qərar verir. Parka gəzməyə çıxarkən və hansısa bir sosial mühitdə olarkən öz rəfiqələrinin və yaxud da öz tanışlarının, öz çevrəsinin övladları ilə öz övladlarını müqayisə etməyə çalışırlar. Hətta eyni yaş həddində qrupunda olan uşaqlar belə olsa, onun çəkisi ilə öz övladının çəkisini müqayisə etməyə çalışır. Niyə onun çəkisi çoxdur, mənim uşağımın çəkisi azdır və valideynlər elə bilir ki, elə düşünür ki, çəki çoxluğu uşağının sağlamlığı deməkdir, çəki azlığı uşağının zəifliyi deməkdir. Əslində son zamanlarda mən nəyə sevinirəm? Əvvəllər çəki azlığına valideynlər narahat olurdusa və ətrafdan vitaminlər almağa, digər əlavə qida əlavələri almağa çalışırlarsa, artıq valideynlər çəki çoxluğu ilə də bağlı narahat olmağa başlayıblar. Bu sevindirici bir haldır. Çünki əvvəl çəki çoxluğu onlar üçün sanki övladıma daha yaxşı baxıram, daha yaxşı qidalandırıram, daha sağlamdır. Amma artıq yəni mən belə başa düşürəm ki, daha çox məlumatlı olmağa başlayıb valideynlər. Bəli, çəki çoxluğu da bir xəstəlik səbəbi ola bilər. Ümumiyyətlə, çəkinin yaşla uyğunluğunda genetik faktorlar çox böyük rol oynayır. Yəni valideyn öz övladını çəkisini müqayisə edərkən ilk növbədə fikirləşməlidir ki, bütün uşaqların valideyni eyni adamlar deyil. Yəni eyni ana və eyni ata deyil. Hər bir uşağın öz anası və atası var. Hər ananın, atanın konstitusional quruluşu var, genetik amilləri var. Hansı ki, onlar uşağın həm çəkisinə, həm boyuna, yəni hər bir inkişaf etaplarına təsir edir. İkinci növbədə müraciət etdikləri pediatrların hər birisinin stol üstündə persentil cədvəl deyilən belə bir cədvəli var. Yəni mənə elə gəlir ki, bu artıq bütün pediatrlarda var və bu persentil cədvəldə həm oğlanlar üçün ayrı, qızlar üçün ayrı yaşına uyğun çəki və boy irəliləməsi necə olmalıdır? Onlar asanlıqla həkimlərindən bunu əldə eləyib, etap-etap, yaş-yaş övladların çəkisini nəzarət edib bu diaqramlar üzərində təyin edə bilərlər. Övladları çəkidən geri qalırmı, yoxsa geri qalmırmı? Və çəkidən geri qalma halları da yenə də deyirəm. Məsəl üçün mən bu diaqramla uyğun götürsəm ki, 5 yaşında uşağın çəkisi hardasa 20 kilo olmalıdır. Lakin digər 5 yaşlı uşağın çəkisi 18 kilodur və o uşaq artıq çəkidən geri qalır, xəstədir deyilən bir şey yoxdur. Yəni bunu bir qədər araşdırmaya verib, yəni o uşağın sosial həyatını, o uşağın aktivliyini, enerjisini, qidalanmasını nəzərə alaraq ortaq nəticə gətirir. Genetikası mütləqdir, bəli. Hər bir halda genetika çox böyük rol oynayır. İstər boyda, istər çəkimizdə. Təbii ki, ciddi çəki azlıqları var ki, hansı ki bunlar nəzarət altında saxlanılmalıdır. Və o hər zaman uşağın həyat tərzindən uzlaşır. Yəni mümkün ola bilməz ki, uşaq çox yaxşı qidalansın, aktiv fəaliyyət olsun, normal psixoloji inkişaf olsun və uşaq çəkidə geri qalsın. Yəni belə hallar yəni olması üçün hər hansı bir gərək irsi və xromosom anomaliyaları olsun ki, çəki defisiti hallarından biz rastlaşaq. Yəni praktikamızda belə hallardan demək olar ki, rastlaşmırıq.
Gülşən xanım, bəs uşaqlarda allergiyanın son dövrlərdə bu qədər artmasının səbəbi nədir? Razıyam sizinlə, çox artıb. Mənə elə gəlir ki, bizim təbiətdən biraz uzaqlaşmağımız, müasir dövrdə yaşayışımız, yeni müasir binalar, müasir yeməklər, qidalanma tərzləri, evlərimizi daha müasir şəkildə döşəməyimiz, hansı ki, hava keçiriciliyi zəifləyir, otaqlarımızın rütubəti dəyişir, otaqlarımızın istiliyi dəyişir. Bunlar hamısı, yəni övladlarımızın daha çox gigiyenik, sanitar cəhətdən qorunması, tez-tez əllərinin yuyulması, steril saxlanılması, bütün bunlar allergiya səbəb olur. Çünki allergiya orqanizmin immun sisteminin bir cavab reaksiyasıdır. Və bədən mütəmadi olaraq müxtəlif maddələrdən, müxtəlif allergenlərdən fərqi yoxdur. Qida olsun, respirator, yəni tənəffüs maddələri olsun, təmasda olmalıdır. Və bədən ona qarşı antitel yaratmalıdır ki, və bədənimiz ondan da ağır bir növ maddələrlə tanış olanda onun üçün birdən-birə gözlənilməz bir hadisə olmasın. Amma biz nə edirik? Övladlarımızı qorumağa çalışırıq, steril saxlamağa çalışırıq, təmiz saxlamağa çalışırıq. Plus məişətdə biz nələrdən istifadə edirik? Məsəl üçün paltar yuyucu tozlarımızdır, parfümlərdir, evi xüsusi iyləndirən parfümlərdir, ətirlərdir, bəli. Amma soruşanda ki, evinizin otaq temperaturası nə qədərdir, evinizin rütubəti, onu heç bir valideyn bilmir. Yəni, həqiqətən bu mövzuda çox informasiyasızdır bizim valideynlər. Əgər valideynlərimiz bilsə ki, otaqlarında olan temperatur və rütubət nə dərəcədə onların immun sistemində, allergik maddələrə qarşı reaksiyasında nə dərəcədə vacib bir rol oynayır, mənə elə gəlir ki, o dərmanlara verilən pullardansa, o pulları biz çox ucuz qiymətə olan otaq termometrinə və higrometrə vermək daha uyğun olardı. Uşaqlarda tez-tez təkrarlanan qrip, bəzən valideynlər arasında belə bir fikir var ki, övladımın immuniteti zəifdir. Bu, uşağın doğrudan da immunitetinin zəif olmasının əlamətidir, yoxsa başqa bir səbəbdir? Qrip öz-özlüyündə bir virus infeksiyasıdır, kəskin respirator virus infeksiyasıdır. Niyə qripi digər kəskin respirator virus infeksiyalarından ayırırıq? Çünki qripin profilaktik meyarı var. Yəni, qripi biz peyvəndlər... Yəni, kəskin respirator sayılmır? Sayılır. Bəli, o adenovirus kimi, paraqrip kimi, hemofilus influenza kimi, yəni bu kəskin respirator virus infeksiyasıdır. Sadəcə onu niyə ayırırıq? Çünki ona qarşı bizim qorucu tədbirlərimiz var. Peyvəndlə biz ondan qoruna bilirik. Amma digər kəskin respirator virus kimi eyni simptomlara malikdir və eyni müalicə mexanizminə malikdir. Xüsusi spesifik bir dərmanları yoxdur. Bəli, virusun növü aşkar olunursa ona spesifik müalicə növü var. O da yalnız həkimlərin biləcəyi bir işdir və yalnız xəstəxana mühitində olunan bir şeydir. Yəni, valideyn öz başına qripi müalicə etməsinin tərəfdarı deyiləm mən. Qrip immun zəiflikdir dedikdə, ümumiyyətlə bu sözə mən çox tez-tez rast gəlirəm valideynlər tərəfindən. Uşağım tez-tez xəstələnir, immuniteti zəifdir, immuniteti zəifdir. Xeyr, immunitet zəifliyi bilirsiniz necədir? Yəni, bu çox ciddi bir xəstəlikdir, immunitet zəifliyi. Və demək olar ki, praktikamızda müayinə elədiyimiz uşaqların 90-95%-ində immunitet zəifliyi deyilən bir şey aşağıya eləmirik. Yəni, yoxdur. Hər bir gələn pasientimizə də biz bacardığımız qədər qanun immun analizini verməyə çalışırıq və baxdığım nəticələrdə mən immun zəiflik halı görmürəm uşaqlarda. Bu daha çox allergik proseslərlə əlaqədar olur və uşaqların düzgün qidalanmaması, düzgün mədə-bağırsaq həzm sisteminin olmaması və bayaq qeyd etdiyim kimi qaldıqları, yaşadıqları, yatdıqları otaqların düzgün temperatur və rütubətdə olmamasıdır və dəfələrlə də bunu mən valideynlərə müayinə zamanı bildirirəm. Yəni, immuniteti zəifdir, hansısa bir immunitet dərmanı yazın ki, uşağın immuniteti qalsın və xəstələnməsin, yoxdur elə dərmanlar. Yəni, elə dərmanlar olmur. Doktor, bəzən valideynlər tək başına, öz başımıza belə deyək, qida əlavələri verir övladlarımıza. Ümumiyyətlə, qida əlavələri vacibdirmi, yoxsa yox? Əslində, ehtiyac olan uşaqlar var. Yəni, vitaminlərə göstəriş olmalıdır. Uşaq ciddi şəkildə çəkidən geri qalırsa, seçicidirsə yeməkdə, məsəl üçün, uşaq ancaq kartof yeyir və yaxud da ancaq makaron yeyir. Yəni, başqa bir yeməyi istəmir. Seçicidirsə və yaxud da uşaq tamamilə yeməkdən imtina edirsə, təbii ki, bunun altda yatan səbəbləri araşdırılmalıdır. Daha sonra vitamin əlavələrinə, qida əlavələrinə yer vermək olar. Lakin o da bir halda ki, nəzarət altında saxlanmalıdır. Çünki vitaminlər şirin görünsə də və övladın yeyib anaya bir psixoloji olaraq zövq verməsinə səbəb olsa da, amma eyni zamanda qaraciyərimizin düşmənidir. Çünki hər bir vitamin qəbul elədiyimiz qaraciyərə daxil olur, orada metabolizmaya uğrayır. Xüsusilə də nəzərə alsaq, bitki tərkibli vitaminlər ümumiyyətlə onlardan qaçmaq lazımdır. Çünki praktikalarımızda da çox olub belə hallar, qaraciyər böyüməsi, qaraciyərin funksional dəyərlərinin dəyişməsi, hətta
yəni qorxutmaq üçün deməyim, valideyn artıq onkoloji xəstəlikdən belə şübhələnmə dərəcəsinə çatır və son tahlillər və aparılan analiz nəticələrindən görürük ki, burada səbəb yalnız onun qəbul elədiyi vitaminlərdir. Mütəmadi qəbul elədiyi vitaminlərdir. Yəni hal-hazırda vitaminlərin bizim valideynlər üçün əlçatan olması bu heç də müsbət bir hal deyil. Yəni mən razılaşa bilmirəm vitaminlərin apteklərdə valideynlər üçün əlçatan olmasına və valideynin istədiyi vitamini alıb uşağına verməsinə. Düzdür, valideyn yəni düşünməlidir, həkimi ilə məsləhətləşməlidir. Yəni hər vitamini, bütün vitamin toplusunu uşağına verməkdə biraz nəyə görə düşünməlidir? Çünki vitaminlər əslində iki qrupa bölünür. Yağda həll olan və suda həll olan vitaminlər qrupuna bölünür və o vitaminlərin multiqarışıq şəkildə verilməsi, xüsusilə də A, D, Y, K vitaminlərinin B qrup vitaminləri ilə qarışıq şəkildə verilməsini məsləhət görmürəm. Və yalnız qanda dəyərləri yoxlanıldıqdan sonra hansı vitaminizdə defitsit varsa, onun ayrılıqda qəbulu daha effektiv nəticə əldə edəcək. Nə kimi multivitamin? Çünki mədə və bağırsağınızda həzm problemi ola bilər, intolerans ola bilər, dözümsüzlük ola bilər, sorulma prosesi ola bilər və qəbul elədiyiniz multivitaminlərdən yalnız biri, ikisi sorula bilər və qalanları sorulmaya bilər. Amma son nəticədə hər biri qaraciyərdən keçir və metabolizmaya uğrayır və biz artıq orqanımıza zərər vermiş oluruq. Uşaqların bədənində baş verən səpkilər hansı hallarda artıq həyəcan siqnalı deməkdir? Səpkilər infeksion ola bilər, allergik ola bilər. Allergik səpkilər əgər çox kəskin qaşınmalarla özünü göstərirsə və getdikcə şişkinliyə səbəb olursa, artıq həyati təhlükəli simptomlar üzə çıxırsa, bronxospazm başlayırsa, boğulma başlayırsa, uşağın bədəni şişirsə, bu səpkilər artıq bizim üçün təhlükəlidir. Yox, əgər yalnız qaşınma və səpki şəklində özünü göstərirsə, mütəmadi müayinədə olduğu həkimlə əlaqə saxlayıb, heç bir təhlükə olmadan allergiya əleyhinə dərmanlardan istifadə edə bilərlər. Qaldı ki, infeksion səpkiləri onlar saysız hesabsızdır. Yəni bu dəqiqə yəqin ki, onu saymağa vaxtımızda olmaz. İnfeksion səpkilər çox hallarda hərarətlə başlayır. Bu səpkilər ya hərarətlə bir yerdə özünü göstərir, ya hərarət olur bir neçə gün sonra üzə çıxır və bunun üçün mütləqdir ki, həkim müayinəsi olsun. Çünki internet vasitəsilə səpkiləri araşdırmaq və vaxtında onların tədbirini görməmək, hətta bəzi mərkəz sinir sistemi ağırlaşmalarına belə səbəb ola bilir. Meningitə, ensefalitə gətirib çıxarda bilir. Bunun üçün valideynlərin səpkiləri hər gördüyü səpkini antiallergik dərmanlarla müalicə etməyə çalışması düzgün bir məsləhət deyil. Risk doğura bilər. Bəli, risk doğura bilər uşaqlar üçün. Bəzən allergik uşaqlara peyvəndləri tətbiq eləməyə narahat olurlar valideynlər. Ümumiyyətlə, peyvəndlər allergik uşaqlarda necə tətbiq olunmalıdır? Bunun xüsusi bir yolu, yordamı varmı? Biz çox vaxt eşidirik ki, uşaq allergikdir və ona peyvənd eləmək olmaz. Mən deyərdim əksinə, allergik uşaqlara peyvənd eləmək lazımdır. Çünki allergik uşaqlar digər sağlam uşaqlardan fərqli olaraq mədə bağırsaq sistemləri, immun sistemləri çox həssasdır. Yəni onlar üçün məsələn biz hər hansı bir kəskin respirator virus infeksiyası keçirdəndə onu yüngül formada öskürək, burun axıntısı, yüngül hərarətlə keçiririksə, allergiklər bunu uzun sürən öskürəklə, uzun sürən burun axıntısı ilə, hətta inağa, təngənəfəsliyə belə gətirib çıxardan formada keçirə bilərlər. İndi nəzərə alsaq ki, həmin peyvəndləməni apardığımız xəstəlikləri allergik uşaqlar keçirilir və onlar nə vəziyyətdə ola bilər? Həyati təhlükəli bir durum yarana bilər. O baxımdan allergik uşaqların peyvənd olunması önəmlidir. Sadəcə burada riskli olan uşaqlar var. Yəni bu nədir? Ümumiyyətlə peyvəndləmə elə bir prosesdir ki, peyvəndin ilk dozasını başlamamışdan öncə uşaq həkim müayinəsində mütəmadi olub, yəni sıfırdan həkim müayinəsində olub, o uşağın həyat şəcərəsi, onun anasında, atasında allergiya varmı, yoxmu və yaxud da anada, atada asma vəziyyəti varmı, yoxmu, əvvəlki övladlarında peyvəndə qarşı hər hansı bir ölüm halları və yaxud da bir ağırlaşma halları müşahidə olunubmu, anamnez toplanmalıdır. Və toplu anamnezdən sonra birinci doz peyvənd vurularkən mən həmişə valideynlərə məsləhət görürəm. Fərqi yoxdur, dövlət müəssisəsində, özəl müəssisədə peyvənd elətdirirsiniz. Birinci doz peyvənddən sonra mütləq 30 dəqiqə ərzində tibbi müəssisəni qətiyyən kənarlaşmayın, yəni tərk eləməyin. 30 dəqiqə müddətində həkim nəzarəti altında olun. Çünki peyvəndə qarşı reaksiyalar yüngül və ağır olmaqla iki qrupa bölünür. Yüngül reaksiyaları biz peyvənd vurduğumuz günün axşamısı da müşahidə edə bilərik. Yəni yerli qızarıqlıq ola bilər, şişkinlik ola bilər, səpki ola bilər, hərarət ola bilər. Bəli, bunlar yəni qaçılmaz bir haldır. Bu təkcə peyvəndə qarşı olmur. Yəni mən belə deyim sizə, son dövrlərdə biz dərman maddələrindən və
vitaminlərə qarşı da bu cür allergik reaksiyalar görürük. Yəni bu demək deyil ki, peyvənd əks göstəricidir. Amma ağır peyvənd həyati təhlükəli, yəni tənəffüs pozulmasına, boğulmaya, təzyiqin düşməsinə, bayılmaya səbəb olan allergik reaksiyalar var peyvənd əleyhinə. Onlar ilk 30 dəqiqədə özünü göstərə bilər və ilk 30 dəqiqə ərzində də həkim və tibb bacısı tərəfindən tədbir görülürsə heç bir həyati təhlükə qalmır. Yəni peyvənddən uşaq öldü deyilən bir hal, yəni bu o halda baş verə bilər ki, siz dərhal müəssisəni tərk edirsiniz, yoldanmı, evdənmi sizin uşağın peyvəndə qarşı ağırlaşması başlayır və siz heç bir tədbir görə bilmirsiniz. Çünki müəssisədən uzaqsınız, təcili yardım ya çağıra bilmirsiniz, ya kömək əl uzadan olmur və o cəhətdən də bu hal baş verə bilər. Bu hallar çox nadir hallarda müşahidə olunur. Sizin dediyiniz kimi həmin o anamnezlər toplanmadığı halda vurulur, bəli, vurulur və allergik reaksiya, yenə də deyirəm, hətta anamnez toplanmasa belə, əgər müəssisədə peyvənd olunursa, əgər pasiyent müəssisəni tərk etmirsə də ilk anda tədbir görmək olur. Və belə şəxslərə artıq növbəti peyvənd dozalanması aparılanda əks göstərici sayılır. Yəni növbəti peyvənd dozasını eləmirik. Bu o demək deyil ki, bütün peyvəndləri eləmirik. Məsələn, konkret hansı peyvəndə qarşı uşaq bu gün allergik reaksiya veribsə, növbəti ikinci dozu ona vurmuruq, əks göstərici sayırıq. Gülşən xanım, biz valideynlər arasında bayaq da qeyd elədiniz, müəyyən adda peyvəndlər var ki, mən onların adlarını çəkmək istəmirəm. Həmin peyvəndlər qorxu mənbəyidir. Biz qorxuruq həmin peyvəndlərdən uşaqlarımıza tətbiq eləməyə. Ümumiyyətlə, varmı tibbdə hansısa doğrudan da yan təsiri olan peyvəndlər? Peyvəndlərimiz bilirsiniz ki, canlı peyvəndlərimiz var, cansız. Yəni virulentli öldürülmüş peyvəndlər var və peyvəndlərin tərkibində mütləqdir ki, yumurta zülalı olur əksəriyyətində. Bəzən bir neçə komponentlər, jelatin ola bilər, maya ola bilər, antibiotiklərdən də ola bilər, hansı ki, bunlar uşaqlara allergik reaksiyalar verə bilər, əlavə təsirlər verə bilər. Yəni elə bir tədbir peyvənd öncəsi görmək və uşağı hər hansı bir müayinələrdən keçirtmək ki, %100 sənin uşağın yoxlayaq və bilək ki, peyvəndə reaksiyası olacaq ya yox, elə bir tədbir yoxdur. Bayaq dediyim kimi, yalnız birinci dozadan sonra biz bilə bilirik ki, həmin peyvəndə qarşı reaksiyalar necədir. Amma ümumilikdə statistik olaraq Ümumdünya Səhiyyə Təşkilatının verdiyi normativlərə əsasən, yəni orada 100-200 uşaqdan söhbət getmir, orada milyonlarca uşaqlardan söhbət gedir. Belə hesab olunur ki, 1 milyon uşaq içində ağırlaşma halları peyvənddən 13 hal nəzərə alınır. 1 milyon uşaq içində. Və daha çox bu düşür qızılca, məxmərək və parasit əleyhinə peyvəndin üzərinə. Yumurta zulalı ilə zəngindir, 3 canlı vaksindir və 3 komponentdir orada və ən çox ona qarşı səpkilərin olması, daha sonra 1 həftə 10 gün ərzində qızılcavari səpkilərin üzə çıxması, qızdırmanın olması, yəni bu da həmin peyvəndə əks göstərici sayılmır. Bu həmin peyvəndə qarşı olan əlavə reaksiyadır, allergik reaksiyadır. Və bu, yenə də deyirəm, ilk 30 dəqiqə, yəni mümkün ola bilməz ki, siz bu peyvəndi səhər saat 10-da elədiniz və axşam saat 10-da sizdə boğulma halı baş versin. Yəni bu hal, ağır allergik reaksiya ilk 30-40 dəqiqə ərzində özünü göstərməlidir. Özünü göstərmirsə, sizin artıq axşam, səhəri günü, bir həftə sonra baş verən reaksiyanız ikincili əlavə reaksiyalardır və bunlar həyati təhlükə hesab olunmur. Yəni həkiminizlə ünsiyyət yaradaraq və həmin əlavə reaksiyaların öhdəsindən gələ bilərsiniz və daha çox əlavə reaksiyalar düşür. Yenə də dediyim kimi, qızılca, məxmərək, parasitin üzərinə digər peyvəndlərdən də ola bilər. Müxtəlif məqalələr var bu haqda. Mənə elə gəlir ki, valideynlər daha çox çaşdıran bu məqalələrdir. Amma o məqalələr müxtəlif alimlərin statistik məlumatlarıdır. Yəni biz burada təbii ki, hər kəsin ayrı-ayrı statistik məlumatına yox, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistik məlumata əsaslanaraq tədbirimizi görməliyik. Mən belə bir misal çəkim. Covid dönəminə qədər zaten bizim valideynlərin peyvəndə qarşı yanaşması çox zəif idi. Yəni demək olar ki, getmək istəmirdilər. Covid dönəmində bu biraz da bloklandı və artıq gediş-gəlişlər bloklandı, valideynlər poliklinikalara getmədi, peyvəndlər olunmadı. İnanın ki, bizim artıq statistik olaraq biz öz pasiyent kütləmizdən deyə bilərik ki, Covid dönəmindən sonra hansı xəstəliklərə qarşı ki, peyvəndlər olunur? Göğüs kürəkdir, ondan sonra tetanusdur, ondan sonra influenzadır, qızılcadır, məxmərəkdir, paratitdir. Bu xəstəliklər kütləvi şəkildə yayılmağa başladı. Çünki peyvəndlər olunmur və xəstələr artıq ucsuz-bucaqsız yayılmağa başladı. Demək ki, bu bir daha bizə sübutdur ki, peyvəndlər mütləq olunmalıdır. O xəstəliklərdən qorunmaq üçün. Yəni peyvəndlər bizə hər hansı bir allergik reaksiya verər və uşağın həyatı məhv olar deyilən bir məfhum yoxdur. Ya sizdə
öncədən artıq genetik olaraq, yəni sizdə ya genetik olaraq hər hansı bir hasar var, ya sizin inkişaf etaplarınızda ləngimə var, övladınızın və pediatrınızın və yaxud da neonatoloqunuzun öncədən bundan məlumatsızdır və sizi məlumatlandırmır və sırf peyvənd vurulandan sonra bu simptomların üzə çıxmasının peyvəndlə əlaqələndirilməsi düzgün deyil. Demək ki, ondan əvvəlki etaplarında hər hansı bir axsaqlıq var ki, o vaxtında aşkar olunmamışdır. Ona görə deyirəm, uşaqlar tamı-tamına müayinə olunmadan, qan analizi verilmədən, nevropatoloq müayinəsindən keçmədən peyvəndə getməməlidirlər. Peyvəndə göstəriş olunmalıdır uşaqlar ki, tam sağlamdır və peyvənd vurula bilər. O qədər olur elə hallar ki, yaşayırıq biz, öskürən uşaqlarımız olur, subfebril temperaturu uşaqlar olur və sadəcə poliklinikaya peyvəndi vurdurmaq adıyla gedirlər və uşaq müayinədən keçilmir. Və belə halda səhəri günü daha ağırlaşmış bir vəziyyətdə gəlir və valideyn deyir ki, mən peyvənddən imtina edirəm, bir daha eləməyəcəm, uşağım daha ağır keçirdi. Halbuki o peyvəndlidir, onun bədənində zaten infeksiya var idi və peyvəndlə bədən immun sistemi bunu çatdıra bilmir. Xəstəliklə mübarizə aparsın, yoxsa peyvəndləmi? Ona görə də tam sağlam şəkildə peyvənd etmək lazımdır. Doktor, bir dənə də sualım var son olaraq sizə. Məsəl üçün tutaq ki, deyirəm, hansısa bir uşağın 2 yaşında olan peyvəndi gecikib müəyyən bir səbəblərdən və yaxud da valideyn vurdurmaq istəməyib. Bayaq qeyd elədiyiniz kimi var ki, belə valideynlərin sayı çoxdur. Açığı deyim, mən də o valideynlərdən biriyəm. Müəyyən adını çəkmək istəmədiyim peyvəndlər var ki, həmin o fərziyyələrdən, bayaq sadaladığımız fərziyyələrdən, qonşudan, qohumdan, yaxın çevrədən eşitdiyimdən, həmin o peyvəndi mən övladıma tətbiq eləməyə qorxdum. O peyvənd də təxminən 3-4 yaş arası məncə tətbiq olunmalıdır. Artıq mənim övladımın 9 yaşı var. Mən düşünürəm ki, belə valideynlərin sayı çoxdur və biz fikir ayrılığı arasında qalmışıq. 3 yaşında vurdurmalı olduğumuz peyvəndi biz həmin uşağa 9 və yaxud da 10 yaşında tətbiq eləyə bilərikmi? Gəlin biz daha çox geniş yayılmış konkret peyvəndlər haqqında danışaq. Bu qızılca məxməri parazit peyvəndidir və valideynlər öz arasında AKDS dedikləri göz kürək, difteriya, tetanus əleyhinə olan peyvənddir. Ümumiyyətlə valideynlərimizin AKDS dedikləri, yəni bu rus dilində adıdır onun, göz kürək, tetanus, difteriya peyvəndi. Üçü birlikdədir. Üçü birlikdə. Əslində ora influenza da aiddir. HIV gedir onun poliklinikalarda adı. İnfluenza və hepatit B aiddir. Poliomiyelit ayrıca damcı şəklində tökülürdü. Müəyyən bir zamana qədər, indi mən onun açıqlamasını verəcəm. Və o peyvəndlər doğrudan da tam aşılanmamış peyvəndlər idi və əlavə allergik reaksiyalar verirdi uşaqlara. Amma yəni bu mövzuda həqiqətən dövlətimizə təşəkkür edirəm. Çünki vaxtilə yalnız özəl klinikalarda tapılan peyvəndlər, hansı ki adlarını çəkmək istəmədim, artıq bəlli bir ölkələrin istehsal elədiyi 6 komponentli peyvəndlərdir. Tam aşılanmış, tam təmizlənmiş peyvəndlərdir. Onun da içinə dediyimiz difteriya, göz kürək, tetanus aiddir, hemofilus influenza aiddir, hepatit B aiddir və eyni zamanda ağıza damızdırılan, hansı ki mən onun əleyhinə olmuşam həmişə canlı vaksindir. Çünki onun bilirik ki, poliomiyelit iflic xəstəliyi törətmə ehtimalı çoxdur. Çünki o canlı vaksindir. Onu da artıq o iynənin tərkibində buraxılış edirlər və 6 peyvənd bir yerdə uşağa vurulur. Və artıq dövlətimiz də bütün poliklinikaları onunla təmin edib və bu çox sevindirici bir haldır həqiqətən. Çünki valideynlərimiz digər özəl klinikalarda da fərqi yoxdur. Başqa özəl klinikalarda, xarici ölkələrdə, yəni onu necə deyim, maliyyə şəklində əldə edə bilirdisə, maliyyə ilə əldə edirdisə, artıq dövlətimiz bunu tam maliyyəsiz bütün dövlət poliklinikalara paylayıb. Məsələ burasındadır ki, 1 yaşına qədər olan dönəmdə olan uşaqlar üçün, daha çox da biraz da irəli gəlsəm, 6 ayına qədər olan uşaqlar üçün göğüs kürək, difteriya, tetanus sırf göğüs kürək komponentinə görə vurulması mütləqdir. Çünki o yaş qrupunda uşaq göğüs kürək yoluxarsa, bu həyata təhlükəli bir hal yaradır, hətta ölümlə belə nəticələnə bilər. Amma 1 yaşından böyük uşaqlarda vurulma vacibliyi onun tərkibindəki olan difteriya və tetanusdur daha çox. Yəni göğüs kürəyi bəlkə də daha mülayim şəkildə uşaq keçirdə bilər. Yəni o öskürəyin öhdəsindən gələ bilərik, müalicə etməyə çalışa bilərik. Amma difteriya və tetanus əleyhinə peyvənd dozalamalarını almalıdır. Mütləqdir. Çünki biz bilmirik sabahsı günü övladımız hansı mühitdə işləyə bilər, əlini yaralaya bilərmi, kəsə bilərmi, taxta ilə, paslı bir dəmirlə kontaktı ola bilərmi, ola bilməzmi, bunu biz bilmirik. Və difteriyada mən artıq belə hala nəticəyə gəlmək istəyirəm ki, yəni bu gedişlə ki, valideynlərimiz peyvəndə soyuqqanlı yanaşsa, difteriyanın da sayı artacaq. Difteriya əvvəllər çox geniş yayılmış bir xəstəlik olub. Yəni peyvəndləmənin sayəsində biz o xəstəliklərin qarşısını almışıq.
Ona görə də məsləhət ki, onlar vurulsun. Qızılcadır, məxmərəkdir, paratitdir, bu zaten 1 yaşından olur. Sizin verdiyiniz suala gələndə, tutaq ki, uşağınız 9 yaşına qədər almayıb dediyimiz o AKDS-lərini, yəni difteri, göz-öskə, tetanusu. Göz-öskə komponentini bir kənara qoyaraq, mütləqdir ki, difteri və tetanus əleyhinə peyvəndləməsini alsın. Buna biz ADS deyirik. Yəni mən əhalinin danışdığı dildə deyirəm ki, onlara daha aydın olsun. Bunları almalıdır. Yenə də dediyim kimi it dişləmələri olur, pişik cırmaqlama halları olur, taxtadır, pastı dəmirdir. Yəni müxtəlif biz bilə bilmərik də, yəni hansı mühitlə rastlaşa bilər uşaq. Hər zaman kontrol edə bilmərik. Bəli, hər zaman kontrol edə bilmədiyimiz hallar var. Ona görə də o peyvəndlər vurulmalıdır, mütləqdir. Və yenə də deyirəm, biz peyvəndlərdən belə qorxuruq da, amma yediyimiz bu paketləmə qidalardan heç qorxmuruq. Yəni halbuki onların içində o qədər konservant var ki və hal-hazırki zamanda uşaqlarımızın xəstəliklərinin uzun sürməsi, allergik proseslərin artırılmasında mədə-bağırsaq sistemimizin çox böyük rolu var. Yəni valideyn bir şeyi dərk etsə ki, bizim immun sistemlə sinir sistemimiz yanaşı olaraq bağırsaqda yerləşir və bizim yediyimiz qida ilə keçirdiyimiz günlük həyat tərzimiz bizim immun sistemimizə birbaşa təsir edir. Mənə elə gəlir ki, valideyn dərmanların dalınca qaçmaq əvəzinə həyat tərzini, valideynlər arasında olan münasibət, ata-ana münasibətini, övladla olan münasibətini düzəltsə, düzgün qidalanmağa önəm versə, uşaqların daha yaxşı immun sistemini qorumuş olarlar, nəinki dərmanlar və vitaminlərdir. Çox sağ olun doktor. Buyurun, çox maraqlı müsahibə idi. Təşəkkür edirəm. Çox zövq aldıq. Təşəkkür edirik. Çox sağ olun, minnətdaram. Buyurun, çox sağ olun. Beləcə, daha bir maraqlı buraxılışımızın sonuna gəlib çatdıq. Özünüzün və övladlarınızın sağlığına mütəxəssislərə etibar edin. Mütəxəssislərimizə ünvanlamaq istədiyiniz sualları aşağıda qeyd etdiyimiz sosial şəbəkələrin mesaj və ya şərh bölməsinə yaza bilərsiniz. Bugünlük sizlərlə sağollaşırıq. Gələn həftə görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın. Referans Medical Group'un baş sponsorluğu ilə Anam bilər bitdi.